görə. İşğaldan azad edilən ərazilərə isə böyük qayıdış davam etdirilir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç baş tutub. 50 ailə, yəni 207 nəfər öz doğma yurduna köçürülüb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan ümumilikdə 40 mindən çox insan yaşayır. Oğlum yoxdur, şəhidlərdən hərəsindən bir nöqtə boyda oğul payımmışam ki, oğulmaya bircə qarış torpaq alın, mən orada gedim ölüm. Bu günləri mən o vətənə qayıdıram. Bəzilərimin məzarı ki, orada qaldı ha. Həmən gündən gecə də gündüz də atam məzarın 56 yaşı vardı. Allah əmanət elədi. Bugün atam məzarı mən üçün yaşayır, ona dəyməyiblər. Bütün qəbirstanlığı düzdürlər, amma tam məzarına düzü güzə də alıb, güllə zədəsi var. Amma tam məzarı sağdır. Bugünə şükürlər olsun.